Bələdiyyə vergisindən bu şəxslərə güzəşt tətbiq edilir. Diqqətlə dinləyin. Birinci güzəşt. Əgər eviniz varsa, ilk 30 kvadratına görə vergi hesablanmayacaq. Yəni eviniz deyək ki 100 kvadrattırsa, 100 kvadratdan 30 kvadrat çıxılacaq, vergi 70 kvadrata hesablanacaq. Amma bu güzəşt obyektlərə şamil edilmir. Yalnız mənzillərlə bağlıdır. İkinci güzəşt isə konkret olaraq statusa görə verilir. Belə ki, müharibə veteranları, həlak olmuş döyüşçülərin dul arvadları və uşaqları, Çernobil zərər çəkənləri, pensiyaçılar və müddətli həqiqi hərbi xidmətdə olan hərbiçilər və onların ailə üzvləri. Bu statusa aid olan şəxslər mənzillərə görə ödənilməli əmlak vergisindən 30 manat azad hesab olunurlar. Mülkiyyətinizdə və istifadənizdə olan torpaqla bağlı isə qeyd etdiyim yalnız bir güzəşt tətbiq edilməkdədir. Belə ki, müharibə veteranları, həlak olmuş döyüşçülərin dul arvadları və uşaqları, eyni zamanda Çernobil zərər çəkənləri torpaq vergisindən 10 manat güzəşt tətbiq edilməkdədir. Xüsusilə qeyd etmək istəyirəm ki, əmlak vergisi və torpaq vergisi tamamilə ayrı vergilərdir. Əmlak vergisi tikililərə görə tətbiq olunur, torpaq vergisi isə torpaq sahələrinə görə tətbiq olunur. Əgər sizin həm torpağınız, həm mənziliniz varsa və sadalanan kateqoriyalara aidsinizsə, həmin güzəştlər sizə tətbiq olunacaq. Videonun rəy bölməsində güzəşt yazaraq bələdiyyə vergisi ilə bağlı ətraflı məlumatı məndən əldə edə bilərsiniz.